Ey cemaat, mən sizə müsəlmanların xəlifəsindən ən görkəmli şairdən bir şeir demək istəyirəm. Əmir el-Müminin Yezid İbn-i Muaviyyət İbn-i Əbu Süfyan buyurub: Ey mənim badə dostlarım, için zövq verən musiqi səsini can-ı dildən dinləyin. Müzakirələrinizə, elm, ədəb haqqındakı boş-boş söhbətlərə son verin. Həqiqətən də gözəl musiqi Allah-ı Əkbər avazından daha şirindir. Şəxsən mən özüm nisyə olan 5 turisini nəqd olan şərab badəsinə dəyişməyə hazıram. Nəqd mənim olsun, nisyə isə ixlaslı bəndələrin. Nəqd mənim olsun, nisyə isə möminlərin. Müsəlmanların beytülmalında bu cür küfür danışanlara niye icazə verirsən Şozəb? Bu axmağın burada ne işi var? Niye onu qovmursan? Hökmüm var. Hükmüm var. Möhtərəm xəlifənin qardaşı sayılan Cənab İbn Ziyad tərəfindən. Əlbət ki, ögey qardaşı. Anaları bir olub, ataları isə ayrı. Ağzını yumacaqsan ya yox, axmaq! Nə cürətlə Peyğəmbərin böyük səhabəsinə, vəhyin katibinə, zülşəhadətəynə, möminlərin dayısı olan Həzrəti Müaviyyəyə, Boğlu Yezidə böhtən atırsan. Nə cürətlə? Mən sənin namərd atanın qəbrini ələ salıram. Bağışla çaşdı. Mən namərd atamın qəbrini ələ salıram. Mən bir hərəmzadəyəm ki, saqqalımdan şərab iyi gəlir. Meymunla oynayıram, içbazam, şərab xoram. Eşitdiniz də cemaat? Böyük səhabə, Zülşadətəyn, vəhyin katibi, möminlərin dayısı. Mənə bax, ay əsəbələ. Məyər bu cemaatı uzun qulaq sayırsan? Məsəli siz cənablardan uzaq bu şəxs günah sözlər eşitməsin deyə qulağına pambıq tıxayan həmən zahid gecə namazı qılanlardandır. İndi də pambığı çıxarıb qulaq günahkarı olduğuna görə sənə bir lətifə danışmaq istəyirəm. Bu lətifə Şam əhalisinin Ali Üməyyənin yalanlarına aldanıb tilsimlənməsi barəsindədir. Şamlılar elə ki eşitdilər Əli Küfə məscidinin mehrabında qətlə yetirilib, hamısı təəccüblə biri-birindən soruşdular. Əli namaz qılırdı. Əli namaz qılırdı. Əli namaz qılırdı. Əli namaz qılırdı. Gərək o bir əlini də kəsim ki, ağlın başına gəlsin. Ay yaramazın biri yaramaz. Kılıncının gücünü kime göstermek istiyorsan alçak. Hey gözətçilər. Bu yaramazın tutub el ayağını bağlayın. Boynuna kəndir keçirib səni dar ağacından asanda kimlə üz-üzə olduğunu anlayarsan. Alçağın bir alçaq. Bu şəhərin qazısı sənsən ki cəza tətbiq eləyirsən. Bəlkə elə bilirsən bu şəhər yəsizdir. Hər kimin ürəyi istədi, qılınc çıxarıb cəza kəssin. Qurban olum əmir. Düşünürdüm ki əmir mənə buna görə xələt verəcək. Yum o murdar ağzını.
Öz nəfsi üzündən qılıncına əl atan əlləri mən kəsib tikə-tikə doğrayaram. Mənim hökmüm bu kişinin hökmüdür. Məni bağışlayın əmir. Məni bağışlayın əmir. Hamd olsun qəsdim Allaha xidmət idi, xəyanət yox. Mən əmir el-möminin Yezid ibn Muaviyyə deyilən böhtana dözə bilmərəm. O müsəlmanların xəlifəsini şərab düşkün adlandırdı. Buna qeyrətim dözməyib qanım cuşa gəldi. Xəlifəmə deyilən böhtanın qarşısında sakit dayana bilməzdim. Qılınca nəfsimin üzündən yox, qeyrətimin üzündən əl attım əmir, qeyrətimin üzündən. Hansı qeyrətdən danışırsan axmaq? Səfət, divanə və əlil adama qılınc çəkmək qeyrətdəndir. Ətiqi onsuz da Allah cəzalandırıb. Sən Allahın işini tamamlamaq istəyirdin, nanəcib. Hardan bileydim ki o səfeh dəli divanədir, hardan bileydim. Doğrudan? Deməli bilmir. Vallahi bilmirdim. Elə ona görə də cahilliyin cəzasını çək ki, bundan sonra bilmədiyin qələti eləməyəsən. Şözəb, Bəli, əmir. bu kişi sənin məkanında cinayət eləyib. Onu apar, necə məsləhət bilirsən, elə də cəzalandır. Baş üstə, əmir. Qalx görək. Josepcan, səhv eləmişəm, bir qələt eləmişəm. Bağışla, bağışla. Ətiqi müalicə eləyərəm, razı salaram. Keç günahımla, Josepcan. Vay, siz Allah xanım, az əyilib qalxın. Birdən bir şey olar sizə. Deyinmə Reyhanə. Heç nəyə əl vurmayım, gəzib dolamayım. Sabah bu uşağı sən doğacaqsan. Hərəkət eləməsəm, uşaq tənbəl və əfəl olar. Deyirsən başıma iş açın? Bu nə sözdür deyirsiniz xanım? Allah eləməsin. Reyhanə, Bəli mənim ağam. elə ki, mən yeməyi yeyəndə barmaqlarımı yağlayıramsa, bu nəyi bildirir? Deməli yeməyi xanım bişirib mənim ağam. Sən də qabağını almamısan. İkiniz deyəsən əl-ələ verib mənim axırıma çıxmaq istəyirsiniz. Mariyanın bütün dərdi, qəmi düşsün həsəd aparanların canına. Biz sənə görə qorxuruq, əzizim. Onda xahiş edirəm, bilmədiyinizi danışmayın. Əgər mümkünsə, xanım bizi qəflət və cəhalət yuxusundan oyasın. Hamilə qadın iş görüb tərpənməsə, uşaq şişib tənbəl olar. Uşaq da kök və tənbəl olsa, yerini isidib dünyaya gəlmək istəməz. Bu da ananın doğuş zamanı ölümü ilə nəticələnir. Sizi başa düşdük, xanım. Təşəkkür eləyirik, xanım. Xanım adamı qəflət yuxusundan oyatmağı çox yaxşı bacarır. Elə deyil? Çox şitdi. Şit deyil. Duzu lazımı qədərdir. Apardığımız hesablamalara görə Kufənin ən azı 30.000 döyüşçüsü olmalıdır, amma burada yazılanlar onun onda biri qədərdir. Mən xəlifəyə nə yazım? Yazım ki, bu qədər çox əhalisi olan şəhərdən yalnız 4.000 nəfər döyüşçü orduda xidmət eləməyə razılaşır. Sizə qurban olum.
Bu 4000 nəfər Kufəlinin üstünə yolda olan 12000 nəfər Şamlını gəlsək, nəzərə alsaq ki, 4000 nəfər də Bəsrə qoşunudur. Hamısı bir yerdə 20000 nəfər eləyir. İstədiyimiz də elə bu idi. Böyük bir ordudur. 20000 nəfər cəngavərlə bütün yer üzünü fəth eləmək olar. Xəlifə istəyir göyləri fəth eləsin. Azdır. Çox azdır. İbn Ənəs, İbn Zilcövşən, gedin qəbilələri də özünüzə birləşdirin. Mən sizin hər birinizdən 1000 döyüşçü tələb eləyirəm. Xərcinin fikrini də çəkməyin. Şükür Allaha, Kufə xəzinədarlığında bütün xərcləri ödəməyə lazımı qədər imkan var. 500-ünə mən boyun olurum əmir. 1000 nəfər Zilcövşən oğlu. 1000. Qurban olum sənə əmir. Mən 1000 nəfər döyüşçü yığa bilsəydim, quldurluq eləyib özümə bir gün ağlayardım. Şimir özünə görə hələ çox dedi. Mən özümü yerə göyə vursam uzağı 200 ya da 300 yığa bilərəm. Hələ bunu da yığmaq üçün gərək köhnədən kinküdürətim olan qəbilələrə xahiş minnət eləyim. Ərəb ya dəvəyə görə dava eləyər, ya da onun qığına görə. O qədər qızıl verərəm ki, dəvə alarsız və daha onun qığının üstündə dava eləməyə ehtiyacınız olmaz. Məqəl. Bəli, əmir. Qızıl. Baş üstə. Mən sizə arxalanıb Kufəyə gəlmişəm. Siz acizlik göstərəndə mən də özümü qürbətdə hiss eləyirəm. Sizə demirəm ki, möcüzə göstərəsiz. Quran oxumursuz? Musanın şəfəq saçan əlinə qarşı Sammirinin düzəltdiyi buzovun hekayəsidir də. Bundan istifadə edib çox işlər görə bilərsiniz. Gedin var gücünüzlə çalışın. Heç vaxt qabaqcadan özünüzü belə aciz göstərməyin. Biz qanımızla beyyət eləmişik əmir. İstəmirik ki, əmir, yanlış xəyallara dalıb əsl həqiqətlərdən uzaq düşsün. İstəmirik. Hərdən xəyallar da gerçəkləşib adamın dərdinə kömək olur, Şimir. Sən ki səfeyindeydin, şahid olmadın. Görmədin Əmraz xəyallarını gerçəkləşdirərək nə möcüzələr eləyirdi? Yaxşı. İndi isə tez buradan gedin və məni bu cəmaatın yanında biabır eləməyin. Tez olun, tələsin. Baş üstə əmir, oldu. Biz əmirin möcüzəsinə inanırıq. Gedin. Yaxşı, İbni Həris. Bu gözləyən möminlərin adını harada yazmışsan? Onların adları bu siyahıda yoxdur, əmir. Yoxdur? Yox. Onlar bitərəf qalan qəbilələrdəndirlər. Bitərəf? Ey iman gətirənlər! Ey kafir olanlar! Ya o dəstədən, ya da bu dəstədən. Daha bitərəf nə deməkdir? Burada qaranlıq bir şey yoxdur, əmir. Mərhum Əbu Musa Əşəri Əli ilə Müaviyyənin savaşında buyurdu ki, bu dava Əbdi Manafın oğlanlarının miras üstündə olan davasıdır. Elədir. Düzdür. Sizin adınız necə oldu? Mənim adım Əbu Müləyldir. Cənab Əbu Müləyl, ya da sizin dediyiniz kimi Əbu Müləyl. Mənim əşərlərin əqidəsi ilə işim yoxdur. İstər düz olsun, ya səhv. Bu məni maraqlandırmır. Hərçənd ki, şəxsən mən əşərləri dünya və axirətdə ziyankarlardan hesab eləyirəm. Allah dini qəbul eləməkdə bizi məcbur eləməyib. Buyurur, dində məcburiyyət yoxdur. O ki, qalsın şəriəti və təriqəti qəbul eləməkdə. Mənim sizinlə mübahisəm siyasət və məmləkət barəsindədir. Siz əgər iddia eləyirsinizsə,
Nə Əməvisiz, nə də Ələvi. Onda gərək Əməvi və Ələvi hakimlərindən də umacağınız olmasın. Mənim bir əmir kimi o zaman sizin canınızı, malınızı, namusunuzu qorumaq vəzifəmdir ki, tabiçiliyimdə olasınız. Və ya illa mənim kiməsə borcum yoxdur. Birdən günü sabah sizə təcavüz eləsələr, şikayətinizi gedib həmin mərhum Əbu Musa Əşəriyə deyərsiniz, azadsınız. Əmir bizdən nə istəyir? Get şeyx, get. Səndən mənə xeyir gəlməz. Məni rahat bırax. Biz eşitmişdik ki, əmir mübahisə və mükaşifə əhlidir. Yaxşı, daha keyfiniz niyə pozulur? Kufə şəhəri bir din və min təriqət şəhəridir. Elədir. Bu da əlinin ədalətinin təsirindəndir. Biz sizi insaflı bir şəxs kimi tanıyırıq. Həmkarlıq eləmək üçün müzakirəyə hazırıq. Səhvim var, Əbu Müleyl. Mən insaflı adam olsaydı mülk növbədə özümü düşünərdim ki, Kufə hökumətini qəbul eləməzdim. Həmkarlıq eləmək istəyirsiniz? Lab yaxşı. Bu qələm, bu da kağız. Bismillah. Müzakirə eləyərik. Bərəkallah sizin kimi Peyğəmbər yolunun davamçılarına. Əhsən sizə. Sizlər məhşər günündə, insanların batinlərinin açılacağı gündə Allaha nə cavab verəcəksiniz? Kasıbçılıq fəxrimdir və ya hesaba çəkilməzdən əvvəl özünüzlə hesab çəkin buyuran Peyğəmbərin müridləri sizsiz? Yox, görmürəm. Bu sifətlərdə müsəlmançılıqdan bir nişanə görmürəm. Axı, ay müsəlmanlar, bu nə iş ki görmüsüz? Satqınlıq eləyirsiniz, özü də bir neçə sikkəyə görə. Əgər yaşayışınız çətindirsə, ac qalın, taş bağlayın qarnınıza. Nəyə görə satqınlıq və riyakarlıqla güzəranınızı təmin eləyirsiniz? Bilmirsiniz ki, sabah həmin yediyiniz çörək burnunuzdan gətiriləcək? Axı, bu nə yalan sözlərdir yazmışsınız burada. Fikirləşmədiniz ki, düşmənçiliyiniz yalanlarınızı faş eləyəcək? İlahi, 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 Qalxın! Allah'a and olsun ki, eğer peşman olup tövbe eləməsəydiniz, elə indi sizi Şüreh Qaziyə verəcəkdim ki, cəzalandırsın. Defolun gedin ki, sizi görmək belə istəmirəm. Bu qanun dərhal ləğv olunmalıdır. Bəh, cənab xəzinədar, keyfi əhval? Əşərilər burada nə gəzirlər, Şeyx Əbu Müleyl? Kufənin təzə əmirinin sədəqəsindəndir ki, əşərilər dünyanın güşənişinliyindən əl çəkib, vahid olan ümmətin sıralarına qoşulmaq istəyirlər. Həqiqətən də təzə əmir mütədəyyin və agah adamdır. Deməli, tezliklə görüşəcəyik. Yaxın zamanda dəyərsiz dünya malına görə sizi narahat eləyəcəm. Salamat qalın. Əlbəttə, elədir. Bu böyük cihadın qənimətini qazanmaqda geri qalan deyilsiz. Yaxşı, olsun. Al. Doğrudan da bunların qarşısında Əyyub kimi səbirli və dözümlü olmalısan. Bu ədəbsiz, dil başa düşməyən, dar düşüncəli cəmaatla dil tapmaq çox çətin məsələdir. Of.
İndi başa düşürəm ki, Əli Küfədə nə çəkib. Haqqı vardı bu cəmaatın əlindən qan ağlasın. Sən Allah Şözəb, bunların dəlillərinə bir bax. Mənim üçün yersiz sübutlar gətirib deyirlər ki, Hüseyin ilə Yəzidin arasında Hüseyin üstündür. Çünki Hüseyin Peyğəmbərin balasıdır. Deyirəm Quranı oxu. Allah Quranı mənlə səni kimlər üçün göndərib ki, yolumuzu azmayaq. Əsil sübut budur. Nuhun oğlu da Peyğəmbər balasıydı. Amma yolunu azdı. Ağlı çaşdı. Sözün qısası, bu küfə cəmaatı xilqətin əcaib məxluqlarındandır. Yenə bu heyvanlar Beytülmalın üstünə hücum çəkiblər. Xeyr ya əmir. Bu iki nəfər şahiddirlər. Şahid nəyin şahidi? Saxta bir məktubun yayılmasının şahidi. Ələ saldıqları və məsxərəyə qoyduqları oyunun şahidi. Bunlara görə səhərdən axşama qədər mənim və Beytülmalımın vaxtı tələf oldu. Axırda bildiyim ki, bu iki məktub iftira və yalandır. Hövsələdən çıxma kişi. Sakit ol. Necə də olmasa, Küfədə hamıdan çox sən bu küfəli şeytanlarla oturub durmusan. Özü də hökumətin ən döyünən yerində. Elədir. Bilirsən Şözəb, bu cəmaat yalanın kökü kəsilməyincə həqiqəti və düzgünlüyü qəbul eləməyəcəklər. Yaxşı, bu iki axmaq heyvanın əhvalatı nədir? Bu iki nəfər iki qonşu qəbilənin çobanlarıdır. Üzr istəyirəm əmir. Əstəğfirullah Rəbbi və tubileyh. Bağışlayın əmir. Bunlar qonşu olan Bəni Fəzil və Bəni Səhl adlı iki qəbilənin çobanlarıdır. Bir gün bu başı batmış Bəni Səhldən olanı yorğun olduğu üçün yuxu aparır. Sürüsü də Bəni Fəzil tayfasının otlağına gedib çıxır. Bu biçarə yuxudaykən Bəni Fəzildən olan çomağı götürüb düşür bunun canına, o ki var döyür onu. Düzdür Bəni Səhli. Bəni Fəzildən olan bu biçarə də gördüyünüz kimi qana qanla hökmünə əsasən Bəni Səhilli çobanı əzib döydüyünə görə ondan qisas alınır. Bu iki qəbilə bir-birinə düşmən kəsilərək bəhanə axtarırlar ki, biri digərini aradan götürsün. Elə ki, eşidirlər Küfənin təzəmiri Hüseyin tərəfdarlarının adını deyənə ənam verir, əllərinə bəhanə düşür. Bəs belə? Deməli belə. Demək bizim ənamımızın tamahına görə bu o birinə və o biri də bu birinə böhtan adıb söyləyir ki, Ələvidir, hə? Bu cəmaatın ya özü qoyundu, ya da bizi qoyun yerinə qoyublar. Aparın, burun və qulaqlarını kəsib bazarda gəzdirin ki, başqalarına da ibrət olsun. Cəsarət eləyirəm, əmir. Bugün iki canlı şahidin köməyi ilə bu cəmaatın günahını sübut eləyib onları ələ almağı bacarırıqsa, sabahdan elə bir iş görəcəklər ki, elədiklərini boyunlarına qoymağı heç cinlər də bacarmaz. Bəs onda nə eləyək? Ləğv eləyin, əmir. Əvvəlki hökmü ləğv eləyin. Şözəb, bu hökmün ləğvi, yəni mənim geri çəkilməyim, yəni mənim bacarıqsızlığımdır. Bir əmir ki, bugün hökm verib sabah ləğv eləyirsə, deməli hökmü düşünülməmişdir. Yəni, öz keyfindən hökm verib. Cəmaat belə bir əmirə arxalanar.
Bu hökmün icrası sadəcə Küfədə baş verən çaxnaşmanı sakitləşdirəcək. Cəmaat arxalanmasaz, cəmaat da sizə arxalanmaz. İqtidarlı və qüdrətli bir hakim fikirləşmir ki, cəmaat neyniyib. O düşünür ki, cəmaat bundan sonra neyləməlidir? Bəs deyirdin, siyasətdən başın çıxmır, hə? Deməli, təvazökarlıq edirdin, hə? Çox gözəl və ağla batan bir fikirdir. Məqəl, Bəli, əmir. Şözəbin məsləhəti ilə oturub bəyanat yazın və carçılara verin, car çəksinlər. Tövbə qapısı açıqdır. Allah peşman olanları bağışlayandır. İtaət. Şözəb, sənin üçün otağımın qapısı açıqdır. Bəlkə birlikdə məsləhətləşib hökm çıxaraq, hə? Sağ olun ki, məni məsləhətçiliyinizə layiq bilirsiniz. Ey Məsihi qızı! Ey Beytulmal xadiminin səyyadı! Hardasan? Ey ev sahibi! Gül gətirməmişəm. Bəlkə güldən də gözəlini gətirmişəm. Sənə gözəl bir xəbər gətirmişəm. Maria! Maria! Reyhanə! Reyhanə! Ey Həbəşə zəncisi, hardasan? Gözün aydın olsun, cənab xəzinədar. Buyur! Gör sözünə necə qulaq asıb əməl eləyir. Allaha and olsun, bu qadınla bacarmaq çətin məsələdir. Kişi öz evində ağalıq eləyə bilmirsə, yaşamaq ona ardı, ar. Bu dəfə yəqin məğrib və işə namazı bəhanəsi ilə məscidə gedib görsün ki, Hüseynin tərəfdarlarından nə xəbər var? Yox. Ayağını kəndirləməsən, sabah Müslüm İbn Əqilin ziyarətinə getmək həvəsinə düşəcək. Divanə. Axırda bu Ələvi oyunları ilə bizim bütün zəhmətimizi hədər eləyəcək. Bu qara dərili kəniz əlimə ketsə, tikə-tikə eləyəcəm onu. Eşq olsun Musanın əsasına. Cinsən yoxsa insan, yaxın gəlmə. Eşq olsun Yaxın gəlmə. sehri batir edən qüvvələrə. Yaxın gəlmə. Müsəlmansan yoxsa kafir? Yaxın gəlmə. Yaxın gəlmə. Xoş gəlmişsən hiylə meydanının pəhləvanı. Divanələr. Az qalmışdı qorxudan canım çıxsın. Bu nə gülünc oyundur, hə? Bu, öz hiylə silahı ilə divin döyüşünə gedən igidin qarşılanma mərasimidir. O elə birinci hücumda ona güclü zərbə endirib. Carçılar qələbə xəbərini car çəkdilər. Fəxr edirəm öz ərimlə, başımın tacı ilə. Allah öldürsün məni xanım, deyəsən ağam qorxub. Sənin başını kəsəcəyəm nankor. Kəsib verəcəm şəhər darvazasında, saçlarından atsınlar. Ey, ay ərəb, bura evin xanımının sahəsidir. Sənin xəzinədarlığın deyil. Yaxşı, yaxşı. Halbuki ərəblərdə arvada ixtiyar vermək adət deyil. Mən boynuma alıram ki, qadının əlində zəliləm və ərəblərin üzünü qara eləmişəm. Xanımın məni bu cəsarətimə görə cəzalandırmağa ixtiyarı var. Əla iş gördün Şozəb. Bu nə sözdür? Borcumuzdur, xanım. Heç bilirsən carçı bu sözləri car çəkəndə necə qürur hissi duyurdum? Ey Küfə cəmaatı ayılın, ey Küfə cəmaatı qulaq asın. Budur Küfə əmirinin hökmü. Xətakar unutqanlıqdan xəta eləyər, tövbə suyundan içsin, qorxmasın və qışqırmasın. Sıçan yuvası axtarmasın. Ağıllı insanın olar düşüncəsi,
Olmayın dirhəm və dinarın bəndəsi, sir pərdəsini cırmayın, eyibləri aşkar etməyin, cəmaatın vəziyyətində axtarış aparmayın. Əcəb yaddaşım var. Neçə dəfə car çəkdilər bülbül? Mən yalnız bir dəfə eşitdim. Bir dəfə eşitməklə hamısını əzbərlədin? Xanımım hər bir işdə nümunədir. Sən qarqar eləmə, qara qarğa. Xanımının sənin təriflərinə ehtiyacı yoxdur. O özü çox gözəl bilir ki, ürəkləri necə fəth eləmək lazımdır. Sən get qazanının dərdini çək Qaraca. Elə bil ki, nəsə yanıq iyi gəlir. Vay, Allah öldürsün məni, yemək yandı. Bəsdir. Xoş halına Şozəb. Necə də rahat yata bilirsən. Yorulmuşam Allah. Sən özün kömək elə. Hüseynin öldürüləcəyinin qorxusundan məyər necə rahat uzanıb yatmaq olar? Görəsən nəyə görə Şozəb istefa vermək istəmir? Bəlkə yenə Əliyə və övladlarına xəyanət eləmək fikrinə düşüb. İlahi, bu nə qorxudur düşüb canıma. Bu fikirlərdən nə qədər uzaqlaşmaq istəyirəmsə, daha çox düçar oluram. Bu qədər qorxu hürkünün nə mənası var axı? Lənət şeytana. O Məsihdir. O Məsihdir. O Məsihdir. Nə olub? O Məsihdir. Nə olub? Aman Allah, nə olub sizə xanım? Nə olub? Nə olub sizə Maria, xanım? yuxu gördün? Yeni yuxu görmüsünüz xanım. O qədər boş xəyallara dalırsan ki, hanı Məsih? Su verin, susuzam. Yanıram. Al. İç. İç. Allah öldürsün məni. Yaman tərləmisiniz. Soyuq olar sizə xanım. Ay Allah. Bu hansı günahımın cəzasıdır? Nə cəza? Hansı günah? Sən nədən danışırsan Maria? Məsihdən, Cölcətadan. Məsihi çarmıxa çəkir, başına tikan qoyur, əllərinə və ayaqlarına mismar vurur. Bu bir yuxudur. Məsih göylərə çəkilib. Cülcəta əfsanədir. Məsih yenidən zühur edib Şozəb. Əcəb maraqlı nağıldır. Cəbrail əmin də yerə nazil olub yanına gəlib Məsihin yenidən zuhur eləməsi xəbərini sənə verib. Sayıqlayırsan Maria, sayıqlayırsan. Ged yat Reyhanə. Gözümə yuxu getməz xanım. Siz çox narahatsınız. İcazə verin bu gecə sizin yanınızda qalım. Reyhanə, ged yat. Bir yuxu idi gördüm. Qutardı. Mənə görə narahat olmayın. Yuxum gəlmir xanım. Ged yat Reyhanə. Ya çox Reyhanə. danışırsan. Söz güləşdirmə. Yeri. Baş üstə ağam. Hara? Maria, gecənin bu vaxtında könlünə gəzmək düşür. Özümü yorum, bəlkə yuxum gəldi.
Məni bağışla Şozəl. Rahat yatmışdın. Yuxuna haram qatdım. Qorxdun? Yox, qorxmadım. Elə bil bağrım yarıldı. Üzr istəyirəm. Mən həmişə sənin başına dərdsər olmuşam. Tovuz quşu axtaran Hindistanın çətinliyinə də dözər. Öz əlindən belə əsəbləşmisənsə, talağımı ver. Sən də elə danışırsan ki, bişmiş quzu eşitsə, mə, gülər sənə. Nəyə görə xoşbəxt və gözəl gecələrim mənə qorxunc gəlir? Dünyaya gəldiyim gündən, səni tapdığım günə qədər, həyatdan qazandığım məhrumiyyət olur. Bir də həsrət, həsrət, yenə həsrət. Uşaqlıq dövründə atamın nəvazişindən və anamın məhəbbətindən məhrum oldum. Gəncliyimdəki kilsənin sərt qanunlarına tabi olmaqla puç olub hədər getdi. Ah, İlahi, getdikcə kafir oluram. Bu nə müsibətdir başıma gəlir. Maria, tövbə elə. Axı bu nigarançılığının səbəbi nədir? İbn Ziyaddır Şozəb, Mərcanənin oğlu. O mənim xoşbəxtliyimi əlimdən almaq istəyir. Bu şərəfsiz öz hədə qorxuları ilə təkcə məni Beytulmalın qurbanı eləmir. İstəyir səni də dəl eləsin. Maria, mən səndən heç gözləməzdim. Səninki dini imanın möhkəm idi. Sən həmin Məsih qız deyilsən ki, imanı o qədər güclü idi ki, ölümdən belə qorxmurdu. Allaha and olsun ki, indi də həmin Mariyayam. Bəs onda bu nigarançılıq və qorxu nədəndir? Mənim qorxumun səbəbi gördüyüm kabus yuxunun yozmasıdır. Məsihi Kufədə çarmıxa çəkirlər. İbn Ziyad onun başına tikan qoyur. Sən də... Yox. İnanmıram. İnanmıram. Mən nə, Maria? İbn Ziyad, boğazıma qılınc dirəyir. Sənin əlində də mismar və çəkic var. İbn Ziyadın əmri ilə Məsihin əllərinə, ayaqlarına mismar vurursan. Şozəb, mənim kabusumun Məsihi Hüseyndir, Əlinin oğlu. Sübhanallah. Əstəğfirullah Rəbbi və tub iləyh. Bu çox qorxulu yozmadır. İbn Ziyadın Hüseyn İbn Əlini öldürmək istəyində olmasında şübhə yoxdur. Amma mən hələ o cürdə dinsiz deyiləm ki, əlimi Peyğəmbər övladının qanına batırım. Əcəb yuxu görmüsən mənim üçün, Maria. İbn Ziyad, hiyləgər adamdır Şozəb. Hüseynin paltarını geyinib Kufəyə gələndə sübut elədi ki, bir cadugərdir. Əmras Müaviyyə üçün necə idisə, İbn Ziyad da Yəzid üçün elədi. Bəs niyə ondan uzaqlaşmırsan Şozəb? Nə eləyə bilərəm, o məndən əl çəkmir. Məni kilsəyə təhvil vermək istəyir. Mən öz ayağımla kilsəyə gedərəm. Kilsədəkilər səni öldürərlər, Maria. Bu qeyri-mümkündür. Mən kilsənin qayda qanunlarını bilirəm. Bətnimdə bu körpə ola-ola məni öldürə bilməzlər. Hal-hazırda məni öldürmək iki insanı öldürmək kimi. Mən günahkarın və adətləri pozmuşum. Bizim körpənin günahı nədir? Kilsə səni hamilə olduğun üçün öldürməyəcək. Bəli, gözləyəcəklər körpə dünyaya gəlsin, sonra cəzalandırsınlar səni. Maria, xahiş edirəm, bu qəhrəmanlıq oyunundan əl çək. Sənin Santa Maria kilsəsinə təslim olmağın əsl axmaqlıqdır. Şozəb, Mərcanənin oğlunun hiləsindən qorx. Hüseynin qanı Məsihin qanıdır. Allahın qanıdır. İnan mənə, Maria. İbn Ziyadı məğlub eləyəcəm. Hesab, kitab elmi ilə. Ah, sən necə də özündən arxayınsan. İbn Ziyad o qədər ilan yiyib ki, əfi olub.
O sənin üçün uşaq deyil ki, başını hesab kitab elmiyinə aldadasan. Onlar hiylə işlətdilər. Allah da onların hiləsinə qarşı tədbir tökdü. باور کن تنها ماندی دلا. Film 2008-ci ildə dublyaj olunmuşdur. Filmi tərcümə edənlər Ceyhun Cəfərov, Yusif Bağırov, Kamran Nəcəfov, Mais Ağaverdiyev, Mehrab Xəlilov. Dublyajın rejissorları Vüqar Camalzadə və Mahir İbrahimov. Redaktor Kamran Nəcəfov. Səs rejissoru Eldar Məmmədov. Filmi səsləndirdilər Səidə Quliyeva, Almaz Amanova, Mətanət Atakişiyeva, Şəhla Əliqızı, Ofeliya Məmmədova, İlham Əskərov, Hacı İsmailov, Kazım Abdullayev, Pərviz Bağırov, Abbas Qəhrəmanov, Qədir Hüseyn İsmailov, Rəşid Səməndər, Məzahir Cəlilov, Azad Şükürov, Mahir Mirişov, Elşən Rüstəmov. بی آتش بی باور بی یقین دلها را باور کن یا